Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebine Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Allahümme Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli. Ötən dərs fiqh dərsindən misafirin hansı məsafədən etibarən namazı qısaltması barədə danışdıq və dedik ki, cümhur elm əhli məsafə təyin ediblər və müasir hesablamalarla götürsək, müasir kilometr hesabı ilə götürsək, aleykümselam, cümhur elm əhlinin təyin etdiyi məsafə təxminən 80 kilometrdən yuxarı olaraq götürülür. Və bu təyin də məsələ müasir zamanımıza uyğulasaq daha uyğundur. Çünki müasir zamanda cihaz dövrüdür, internet dövrüdür və məsafənin kilometrlə təyin etməsi də nədir? Olduqca asandır. Yəni əvvəllər tutaq biz bəzi etirazları gətirdik ki, səhabələr urfa görə təyin edərdilər və o vaxtı qeyd etdik ki, tutaq ki, insanlara məsafəni, yolu kilometrlə təyin etmək bu məşəqqət, çətinlik törədə bilərdi və bu da haqdır. Amma müasir zamanımızda isə bu əksinə. Ona görə də həm də o cəhətdən ki, şəriət əhkamları bütün zamanlara və məkanlara şamildir. Bu baxımdan da götürəndə səfərdəki məsafə məsələsinin kilometrlə təyin edilməsi də cümhurun bu qavlu, bu sözü olduqca münasibdir. Olduqca münasibdir ki, təyin edəsən kilometrlə. Yəni əgər 80 kilometrə çatdınsa, qəsd etdiyin yeri və daha artıq deməlisən, nədir? Orada müsafir hesab edilirsən və namazlarını qısalda bilərsən. Və orucu tutmamaq rüxsəti də belə halda verilir. Sonra dünən bir ifadə işlətdim. Mən dedim ki, məsələ ola bilər bir insan Batuma getsin və özünü müsafir hiss etməsin. Əslində Batum məsafəsi, yəni olduqca böyük məsafədir. Yəni burada hətta urfdan götürülsə belə, çünki biz qeyd etdik ki, bəzi elm əhlidə yəni məsafəni təyin yox, kilometrlə təyin yox, nə ilə götürüblər? Urfla götürüblər. Yəni urf nə deməkdir? İnsanlar əgər hər hansı bir yerə getdiyini, hər hansı bir məkanı səfər hesab edərdilərsə, o səfər hesab olunardı. Amma Batum məsələsi, məsələn, 400 kilometrdir təxminən və daha artıq. Və bu şək yoxdur ki, bu nədir? Səfərdir. İstər urfda belə, istər də kilometr yönündən də bu səfərdir. Sadəcə məsələ, bəzi qardaşlar tutaq ki, bəzi etirazlar edirlər ki, ola bilər hər hansı bir məsafəni, məsələ 200 kilometri, sən 2 saatda gedib gələsən. Artıq biz deyirik ki, və desin ki, məsələ, mən heç bir nə səfər halı, nə yorğunluq, nə heç bir şey hiss etmirəm. 300 kilometr gedib gəlməmi elə bil ki, məsələ, öz məhəlləmdə harasa gedib bir vaxt keçirmək kimi mənim üçün belə gəlir. Və həqiqətən bu belə ola bilər. Yaxşı, belə halda bunun hökmə təsiri varmı? Yox. Yəni, məsafənin qısa surətdə qət edilməsi o hökmü qaldırmır. Yəni, müsafir hökmü qaldırmır. Aydın oldu mu? Məsələn, sən buradan Azərbaycana samolyotdan tutaq ki, nə qədər? 1 saatdan az bir yola gedirsən, elə deyilmi? Ha? Yəni, evindən çıxıb aeroportda gözləmək və s. Toplam məsələ 2 saat, lap belə deyək. Sən buradan Azərbaycana, məsələn, Tiflisdən Bakıya gedib ulaşırsan. Halbuki Tiflisdən Bakıya nə qədərdir məsafə? Yəni, yəni maşın kilometrlə əlavə
Şək yoxdur ki, urfda, bütün insanların urfunda nədir bu? Səfərdir. Səfərdir. Yəni, burada artıq sən zaman qəti etibarilə məsələyə yanaşsan, sənin 12 saatlıq, 24 saatlığın içində sadəcə 1 saat yarım vaxtını alır, sən artıq başqa ölkədəsən. Bu baxımdan sən deyə bilməzsən ki, yox, mən səfərdə deyiləm. Aydın oldu mu? Və sonra da ola da bilər ki, daha az məsafə olsun. Daha az məsafə olsun. Məsələn, 80 kilometrdən az. 60-70 kilometr məsələ. Və urfda həmən yer səfər sayılsın. Əgər urfda həmən yer səfər sayılırsa, səfərin bəzi vəsiflərinin varsa məsələ orada, buna əsasən də sən səfər hesab edə bilərsən bunu. Səfər etmək olar. Amma məsələn 100 kilometrdən o tərəfə artıq bu və yaxud 200 kilometr daha artıq bu demək olar ki, heç bir şək şübhə yoxdur ki, bu nədir? Bu səfərdir. Və sonra səfər hardan başlayır məsələsi isə səfər mənzilindən başlamır. Yəni səfəri biz dedik kilometrlə təyin etsək, tutaq ki, dedik ki, 80 kilometr məsafəsində yol gedirsən. Gedəcəyin yerə hardan başlayır ölçülmək sənin çıxdığın mənzilindən yox. Sənin yaşadığın bölgənin evləri, bütün evləri, sənin yaşadığın məntəqənin bütün evləri sənin gözündən itəndən sonra oradan başlayır hesab. Aydın oldu mu? Sənin yaşadığın bir rayon, bir şəhər, bir kənd. Oradan sən aralanırsan, oradan çıxırsan. Artıq sənin gözündən bütün o yaşadığın yerin, bütün evləri, yaşayış yerləri artıq gözündən itdisə, deməli onda, bax oradan başlayır səfər və oradan etibarən də namazı qısaltmağa başlaya bilərsən. Aydındır mı? Oradan etibarən namazı qısaltmağa başlaya bilərsən. Amma yox, sən məsələn gedirsən Tiflisdən Azərbaycana və artıq sumkan hazırdır, samalyota bilet alınıb, hər şey hazırdır və yeməyini, içməyini yığışdırmısan, taksidə qapının ağzında gözləyir və namaz vaxtı daxil oldu. Sən deyə bilərsənmi ki, mən müsafirəm, artıq yəni mən səfərə daxil oluram, artıq indidən etibarən mən müsafirəm, zöhr namazını 2 rəkat qılım, arxasında da əsrə 2 rəkat qılım, sonra minim taksiyə gedim səfərə. Bunu edə bilərsənmi? Doğru görüş odur ki, edə bilməzsən. Hətta bu məsələdə icma belə nəql edilib, amma nəzər var icmada, çünki bunun xilafını deyənlər var, küfərilərdən məsələ deyənlər var ki, mənzilində artıq sən səfərin mühaqqaqdırsa, artıq sən mənzilində namazı qısalda bilib və birləşdirə bilərsən. Lakin bu olduqca zəif görüşdür. Sən yaşadığın bölgəni çıxandan sonra oranı dediyimiz kimi, yaşadığın ərazidə olan evlər sənin nəzərindən itəndən sonra artıq oradan başlayırsan nədir? Namazı istəsən, oradan başlaya bilərsən namazı qısaltmağa. Sonra növbəti məsələ iqamənin həddi. İqamənin həddi. Yəni, müsafir nə qədər? Yəni, kilometr məsələsinin aydın oldu, bildik. İndi isə sən nə qədər, neçə gün qalanda, yəni, müsafir hesab edilirsən. Yəni, səfərin ən az həddi nədir? Ən az həddi nədir? Yəni, neçə gündən sonra sən müsafir artıq sayılmırsan. Yəni, tutaq ki, gedirsən buradan uzaq bir bəldiyə, uzaq bir ölçüyə və sən müsafirsən. Yaxşı, orada indin, düşdün ora. Orada müəyyən işlərin var. Nə qədər, neçə gündən sonra sən müsafirlikdən səfər əhkamlarından çıxırsan, bu məsələ. Və deməli, 434-cü hədis. An Anas radiyallahu anhu qala xaracna ma'a Rasulillahi sallallahu aleyhi ve sellem min el-Medineti ila Mekke. Fekana yusalli rak'atayn hatta raca'na ila el-Medineti. Muttafaqun aleyh ve lafzu lil-Bukhari. Deyir ki, Anas radiyallahu anhu deyir ki, biz Allah Resulü sallallahu aleyhi ve sellemlə bərabər Mədinədən Məkkəyə doğru çıxdıq. Mədinədən hara?
Məkkəyə doğru çıxdıq. Və iki deyir, namaz qılardı. Yəni 2 rəkət qılardı Allahın Resulü sallallahu əleyhi və səlləm Mədinəyə qaydana qədər. Mədinəyə qaydana qədər. Hədis səhihdir, Buxari və Müslimdədir və Müslimdə ləfzdə daha aydın gəlib o nə qədər qalıblar orada. Gəlib ki, aqamna bi Məkkədə şeyən qala aqamna biha aşran. Aqamtum bi Məkkə şeyən soruşulur ki, Məkkədə yəni nə qədər qaldınız? Deyir ki, aqamna biha aşran. 10 gün qaldıq. Deməli, hədisin mənası nə olmuş olur? Ənəs radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmlə Mədinədən Məkkəyə çıxdıq və orada 10 gün qaldıq və namazları qısaltdıq. Aydın oldu mu? 10 gün qaldıq və Peyğəmbər sallallahu əleyhi və səlləm 10 gündə orada, harda? Məkkədə namazları qısaltdı. Deməli, ona görə müəllif də deyir ki, el-hadisu delilun ala ennel musafir yaqsuru salata ba'da xurucihi min beledihi və yastamir ala zəlkə hatta yarca ilə beledihi. Hədis ona dəlildir ki, müsafir namazı qısaldır o vaxt ki, yəni öz ölkəsindən çıxıb və ta öz ölkəsinə qaydana qədər. Öz ölkəsindən çıxdısa, yəni səfər üçün başqa bir ölkəyə getdisə, başqa bir şəhərə getdisə və biz dedik ki, əgər o getdiyi yer səfərdirsə haqqında ta qaydana qədər öz ölkəsinə nədir? Səfər qılır. Yəni namazları qısaldır. Öz ölkəsinə qaydana qədər. Və ölkə nə deməkdir? Ümumən elm əhli deyir ki, yəni diyar 3-dür. İnsanın yaşadığı, məskunlaşdığı diyar 3-dür. Birincisi, el-istitan deyilir ona. Yəni, insanın davamlı, daimi qaldığı yeri. Vətən ki deyilir, qəsd olunan nədir? Harada ki doğulmusan, harada ki qalırsan, harada ki sənin qərar tutduğun yerdir. Davamlı şəkildə. Əhlin, ailən, özün, anan, atan və s. Yəni, nəslin kökün hardadır? Orada. Ora nədir? Ora vətəndir. Yəni, burada heç bir işgəl yoxdur. Belə birisi heç bir səfər rüxsətindən icma ilə ittifaqla istifadə etmir. Nə namazı qısaltmaq olmaz, nə orucu tərk etmək olmaz. Heç bir səfər, müsafir rüxsətlərindən heç birindən istifadə etmir. İkincisi, muqim deyilir buna. Muqim kimdir? Muqim öz birinci vətən dediyimiz diyarından, öz həmişəlik qaldığı diyardan başqa bir ölkəyə gedəndir, başqa bir ölkədə qərar tutan müvəqqəti. Aydındır mı? Başqa bir ölkəyə gedən. Buna muqim deyilir. Muqim də, yəni, səfər əhkamlarından nədir? Müəyyən müddət var, o gələcək, amma muqim də orada yerləşibsə, artıq orada qərar tutubsa, məsələ tələbədir, gedib oxuyur. Tibb oxuyur, məsələ gedir başqa dövlətdə. 4 il, 5 il. Artıq bu muqim də mustavtin hökmünü alır. Yəni, yerli, kim ki, vətən dediyimiz, kim ki, vətən onun hökmündədir. Bu da rüxsətdən istifadə olunmur bunun haqqında, səfər rüxsətlərindən. Üçüncüsü, müsafirdir. Müsafirin də, yəni, həm yol üstü, səfər əsnası, həm də getdiyi ölkədə müvəqqəti az bir müddət qalıb qaydandı. Bu, yəni, bütün ixtilafın kökü nədir? Bütün ixtilaf nədədir? Müsafirin ən aşağı həddi nə qədərdir? Ən aşağı həddi nə qədərdir? Neçə gündən sonra müsafir sayılmır, neçə gün qalsa müsafir sayılır. İndi bu hədis, hansı bu babda ən səhih hədislərdən birisidir. Burada nə deyir Ənəs? Ənəs radiyallahu anh deyir ki, biz Peyğəmbər sallallahu əleyhi və səlləmlə Mədinədən Məkkəyə çıxdıq, 10 gün orada qaldıq və Peyğəmbər sallallahu əleyhi və səlləm namazları qısaldırdı. Əvvəla bu hədis onu göstərir ki, çünki hədisdə gəlib ki, Mədinəyə dönənə qədər. Deməli, sən bir ölkəyə getdinsə müsafir olaraq, dönənə qədər nədir? Namazları qısaldırsan. Bu hədisin bir tərəfi. Başqa tərəfi hədisin nədir? Burada
deyir ki 10 gün. Burada gəlib ki, nədir? Hədisdə gəlib ki 10 gün. Deməli 10 gün də nədir? 3-4 gündən daha artıqdır. Deməli sən 10 gün bir yerdə, hədisin zahiri bunu göstərir, elə deyilmi? Sən 10 gün bir yerdəsənsə, artıq orada namazları qısalda bilərsən. Çünki Ənəs radiyallahu anhu oradakı dedik ki 10 günün olmasını qeyd edib. Və qad nəqaləl Əl-Məcd İbn Teymiyyə, Məcd İbn Teymiyyə isə nəql edib ki, İmam Əhməddən bu hədisin yəni necə başa düşüb. İndi biz məsələləri, qovulları gətirəndə görəcəksiniz ki, cümhur elm əhli deyir ki, sən 4 gündən artıq qaldınsa, artıq sən səfər deyilsən, müsafir deyilsən. Amma burada hədisdə nə gəlib? 10 gün. Deyir ki, İmam Əhməd deyir ki, İnnəmə vüccihə hadis Ənəs ənəhu həsəbə məqamən nəbi sallallahu aleyhi və alihi və səlləm bi Məkkədə və Minə və illə fələ vəcəhə ləhu qeyrə həzə və əhtəcə bi hədis Cəbir. İmam Əhməd necə izah edir bu hədisi? Necə başa? Deyir, burada Ənəs radiyallahu anh Peyğəmbər sallallahu aleyhi və səlləmin bütün Məkkə və Minada qaldığı günlərin hamısını bərabər deyir. Yəni Allah Rəsulü sallallahu aleyhi və səlləm bu hədis həcc vəda həccinə aid olmuş bir səfərindən danışılır burada. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmin ümumən səfərləri və bütün məsələlər də Peyğəmbər sallallahu aleyhi və səlləm səfərlərindən istinbat olaraq götürülüb. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm vəda həcci olub, Peyğəmbər sallallahu əleyhi və səlləm Hudeybiyyə ümrəsi, hardakı məsələ Hicrətin 6-cı ilində çıxırlar ümrəyə, müşriklər qoymurlar, Məkkəyə çatmamış və bu səfəri olur, səhabələr bu səfərə çıxıblar, yəni geri dönürlər, sonra 7-ci Hicrətin 7-ci ilində təzədən qəza ümrəsi olaraq təzədən çıxırlar səfərə. Sonra Məkkənin fəthi üçün Mədinədən Məkkəyə səfərə çıxırlar. Oradan sonra Təbuk səfəri olur. 20 gün orada qalırlar, rivayətlər gələcək. Sonra bəzi döyüşlərə, məsələn Allah Rəsulundan, yəni bu səfərlərdə Allah Rəsulu necə edib, bütün məsələ bunların ətrafındadır. Məsələ bunun ətrafındadır. Və bu səfərdə vəda həccin vaxtıdır. 10 gün deməsi İmam Əhməd deyir ki, yəni Məkkədə və Minada. Çünki Məkkəyə gəlir, Minada qalır bir neçə gün. Sonra oradan Arafaya gedir, Müzdəlifəyə gəlir. Yəni bütün bu günlər, sonra təşrik günləri var. Bütün bu günlərin hamısı toplam 10 gün. Deyir, bunu bu mənada başa düşmək lazımdır. Çünki bunun başqa bir yönü deyir, yoxdur. Bu hədisin başqa bir yönü deyir, yoxdur. Deyir ki, və həzəl qasru bin nisbəti lil əfəqiyin vadih. Əfəqilər üçün, əfəqi kimdir? Yəni kənardan, uzaqdan gələnlər üçün. Məkkədə namazı qısaltmaları deyil, aydın məsələdir. Burada heç bir işgəl yoxdur. Kimlər ki, Mədinədən Məkkəyə gedir məsələ və yaxud başqa yerdə Məkkəyə gedirlər, bu müsafirdir. Namazları orada nə edir? Qısaldır. Və innəmə işgəl fi qasri əhli Məkkə. İşgəl deyir, Məkkə əhlinin qısaltmasındadır. Məkkə əhli də qısaltmışdı axı. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm Mədinə əhlidir. Belə təsəvvür eləyin. Mədinədən həccə gedib. Və həccdə namazları orada qısaltması aydın məsələdir. Elə deyilmi? Niyə aydın məsələdir? Çünki müsafirdir. Müsafirdir. Səfər həddində məsafə qət edib. Orada qısaltmaz. Yaxşı, bəs Məkkə əhli? Məkkə əhli niyə qısaldıb? Axı Məkkə əhli də Məkkədə yaşayanlar. Oradan Minaya getmək, oradan Arafaya getmək, o məsafə, yəni az da orada. Səfər məsafəsinə 80 kilometrə çatmır. Daha aşağıdır, yəni çox azdır. Yəni o zaman ona görə İbn Teymiyyə deyir ki, işgəldir buradadır. Məkkə əhlinin və bu məsələdə ixtilaf var. İxtilaf var. Yəni cümhur əhli indi deyir ki, məsələ cümhur indi Məkkə əhli o yerlərdə Minaya getsələr qısaltmırlar namazı, hətta həccdə olsa belə. Həccdə olsalar, ümrə zamanı orada deyir, o yerlərdə Məkkə əhli qısaltmırlar.
Baxmayaraq ki, İbn Baz deyir ki, qısaldırlar. Niyə? Çünki səhabələr Peyğəmbər sallallahu əleyhi və səlləm qısaldıblar. Məkkə əhlinə deməyib ki, durun tamamlayın. Onlar qısaldıblar. Şeyxülislam deyir ki, "Və-savab kəmə qala Şeyxülislam" və doğru olan müəllif deyir ki, doğru görüş odur. Şeyxülislam dediyi kimi, "Ennəhum innəmə qasaru li-əcli səfərihim, la li-əcli nusuk." Onlar deyir namazlarını səfərə görə qısaldıblar. Müsafir olduqlarına görə. Nusuka görə yox. Nusuk yəni həcc ayinlərini icra etmək. Çünki bəzilər deyirlər ki, onların qısaltmasına səbəb həccdir. Həcc ayininə görə. Şeyxülislam deyir ki, yox. Onlar da səfər idilər. Deyir ki, وَلِهَذَا لَمْ يَكُونُوا يَقْصُرُونَ بِمَكَّةَ وَاِنْ كَانُوا مُحْرِمِينَ. Amma Məkkədə özləri, həmin Məkkə əhli ihramda olmalarına baxmayaraq namazları qısaltmırdılar. Amma Məkkədən Minaya və Arafaya gedəndə orada qısaldırdılar. Niyə? Deyir ki, səfər. Ona görə ki, yəni səfər vəsfləri, müsafirin vəsfləri onlarda var idi. Müsafirin vəsflərindən nədir? İbraz, məsələ insanın açılması, insanın əhlindən uzaqda qalması, insanın o getdiyi yerdə nədir? Yemək, içməyə ehtiyacı olması və bu kimi şeylər, yəni səfər vəsfləri olduğuna görə. Və illə fə innəl insan qad yazhabu bin Məkkə ilə Arafa və fə zəlikə. Amma deyir, halbuki ola bilər insan Məkkədən Arafaya həmin vaxt getsin deyir, elə həmin gün də qayıtsın və müsafir hesab edilməsin. Amma burada sanki həm həcc ayini ilə, həm də onların müsafirin vəsflərini daşıdıqlarına görə, ona görə orada qısaltmışdılar. Yaxşı. İndi gələk alimlərin bu məsələdə, yəni dedik ki, alimlərin arasında ixtilaf var. Nədədir ixtilaf? Sən bir yerə getdin, orada məsələ neçə gün qalanda müsafir sayılırsan. Cümhur elm əhli, Maliki məzhəbindən, Şafii və Həmbəli məzhəbinin elm əhli alimlər deyirlər ki, əgər sən bir yerdə 4 gün və ondan az qalmağı qəsd edirsənsə, niyyət edirsənsə, sən namazları qısaldırsan, sən müsafirsən. Getdin buradan Türkiyəyə, getdin buradan Azərbaycana, fərqi yoxdur, getdin nə bilim Qazaxıstana, sən getdiyin yerdə 4 gün və yaxud 3 gün və yaxud 2 gün qalmağını bilirsən. Və bu müddəti niyyət edirsən ki, sən orada qalacaqsan. Nə qədər? 4 gün. Və yaxud yəni ən aşağı, ən çox hədd budur. Müsafir sayılmaq üçün 4 gün. Yəni 5-ci gün qaldınsa, artıq səfər hökmündən çıxırsan. Deməli 4 gün qaldınsa 20 namaz, sən düşəcəyin yerdə 20 namaz qılırsansa, 20 namaz. Artıq sən müsafirsən. Namazları qısalda bilərsən. 21-ci namaza keçdisə yox. Yəni düzdür, burada bir namaz məsələsində müəyyən 4 gün, 3 gün məsələsində biraz fərqli görüşlər var. Amma ümumilikdə cümhurun görüşü budur. Aydın oldu mu? Sən nə zaman müsafir sayılırsan, bir ölkəyə gedəndə, bir yerə gedəndə 4 gün və yaxud az nə? Qalacağını niyyət edirsən. Orada, bu mühümdür, bu qeyd. Çünki gələcək niyə? Sən bir yerdə 4 gün və yaxud ondan daha az qalmağa niyyət edirsənsə, nə demək niyyət edirsən? Yəni bəri başdan sən artıq müəyyən edirsən ki, mən gedirəm, məsələ orada 3 gün qalacam. 3 gündən sonra dönəcəm. Bəri başdan məsələ ola bilər, gediş-gəliş biletində var. 3 gündən sonra dönürsən. 4 gündən sonra dönürsən. Vəssalam, sən orada müsafirsən. Yaxşı, dəlil nədir buna? Əsas məsələ dəlildir. Dəlil bayaq eşitdiyiniz hədis. Lakin bu hədislə yanaşı Cabir radiyallahu anhun digər hədisi də var. Yəni ki, deyirlər ki, Allah Resulü sallallahu aleyhi ve sellem
həcc səfərində Zilhiccənin 4-ü daxil oldu Məkkəyə və Zilhiccənin 8-i oradan çıxdı Məkkədən Minaya doğru. Və orada qaldığı müddətdə və bunu bilirdi, məqsədli yöndə bu günləri təyin etmişdi ki, bu filan günü qalacaq, filan günü çıxacaq. Çünki həcc ayinlərinin yerinə yetirilməsi tərtibdir orada. Zilhiccənin 8-i var, Zilhiccənin 9-u var, Arafada duruş var. Deyirlər ki, 4-ü girdi, 8-i çıxdı və o günlərdə Peyğəmbər sallallahu əleyhi və səlləm nədir? Namazı qısaltdı. Həmin günlərdə namazı qısaltdı. Buna əsasən də deyirlər ki, müsafirin səfər həddi Peyğəmbər sallallahu əleyhi və səlləm oradakı səfər həddi olaraq götürdüyüdür, qaldığıdır. Çünki o müddətdə Peyğəmbər sallallahu əleyhi və səlləm namazları qısaltdı. Yəni Zilhiccənin 4-cü günü girməsini, baxmayaraq sübh namazından sonra, sübh namazını Məkkədə kənarında qılıb daxil olmuşdu, onu sayırlar. 4-ü, 5-i, 6-sı, 7-si. Zilhiccənin 4-ü, 5-i, 6-sı, 7-si. Neçə gün elədi? 4 gün. 8-i artıq çıxmışdı. Yəni 8-ci günü saymırlar. Bu, yəni həmçinin deyirlər ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bu deməli girişi, çıxışı artıq bəlli idi. Təyin edilmişdi və məqsəd yönlü idi. Və bu da deyir, ən çox iqamət etdiyi Peyğəmbər sallallahu əleyhi və səlləm ən çox iqamət nədir? İqamət bir yerdə sənin qalmağa qərar verməyən, bir yerdə qalmağın. Ən çox iqamət etdiyi barədə varid olan hədis budur. Bütün digər eşidəcəyiniz hədislərdə, hansı ki gələcək, Peyğəmbər sallallahu əleyhi və səlləm orada iqamət etməyi qəsd etməmişdi. Aydın, orada bəlli deyildi nə qədər qalacaqlar. Amma burada iqamət etməyi bəlli idi, qəsd etmişdi bu qədər müddət qalmasını. Deyir ki, fəyəkunu aleyhə mədarul hukmi fi təhdidi müddəti iqamətil musafir fi səfər. Ona görə səfərdə müsafirin iqamət müddətini təyin etməkdəki hökm bax bunun üzərində qurulmalıdır deyirlər. Səfərdə iqamə müddətini, iqamə yəni neçə gün qalış müddətini təyin edən hökm bax buradan götürülməlidir deyirlər. Allah Rəsulü sallallahu əleyhi və səlləmin bu halından. Və zəlikə ennel qasra la yecuz illə limen daraba fil ard. Bu da başqa dəlillərdir. Birinci dəlil nə idi? Cümhurun Peyğəmbər sallallahu əleyhi və səlləmin Məkkədə 4 gün qalıb namazları qısaltması. Sonra deyirlər ki, ayədə Allah təala deyir ki, və izə darabtum fil ardı fəleysə aleykum günahun ən təqsuru minas-salah. Yer üzündə səfərə çıxdığınız zaman fə izə darabtum. Darabtum, darb kəlməsi, yəni ayaq qoyduğunuz zaman bir yerə. Yəni məqsəd mənası səfərdir. Səfərə çıxdığınız zaman namazları qısaltmaqda sizə günah yoxdur. Mənası nədir? Yəni nə qədər ki səfərdəsiz, nə qədər ki müsafirsiz, nədir? Namazı qısalda bilərsiniz. Yaxşı, bu əks məfhumu nədir bu ayənin? Elə ki müsafir deyilsiz, yer üzündə səfərdə deyilsiz, namazı qısalda bilməzsiniz. Namazı qısalda. Bu nədir? Ümumi hökmdür. Və buradan da 4 günü nəyə görə istisna etdik? Çünki orada Peyğəmbər sallallahu nəql edilən hala görə. Yəni orada axı muqim nə deməkdir? Muqim yerləşdirsə bir yerdə yerləşdirsə artıq səfər hökmü qalxır onun. Amma səfər hökmü nə zaman qalxır? Həmən mi qalxır? Bunu necə təyin edirik? Bax Allah Rəsulü sallallahu əleyhi və səlləm burada 4 gün istisna etdiyinə görə 4 gündən sonra səfər hökmü qalxır. Niyə? Çünki 4 gündən sonra sənin Allah təala deyir axı əgər yer üzündə səfərdəsinsə, sən artıq yer üzündə səfərdə deyilsən.
Peyğəmbər sallallahu feili ilə də bu ayəni birləşdirirlər, cəm edirlər. Deyirlər ki, 4 gündən artıq kim qalsa, artıq 5 gün tam qalsa, bu adam səfər hökmündən çıxmış olur. Və deyirlər ki, və yu'eyyidu zəlikə mə ravahul Al-Ala ibn el-Hadram. Yenə başqa dəlillərlə yenə bunu da gücləndirən deyir, rəvayətdə gəlib ki, səhabədən qala Rasulullah sallallahu əleyhi və səlləm, Allah Rəsulü deyir ki, sələsə lil muhacir ba'da sadar. Allah Rəsulü sallallahu əleyhi və səlləm yəni həcdən, minadan sonra mühacirlərə 3 gündən artıq qalmağa icazə vermədi. Mühacirlər kimlərdir? Məkkədən Mədinəyə hicrət edənlər. Sonra həmən hicrət edənlər Peyğəmbərlə bərabər sallallahu əleyhi və səlləm geri hara gəlirlər? Öz diyarlarına. Hardan ki çıxıblar Məkkədən. Amma mühacirdirlər. Amma Məkkəni tərk etmişlər bir dəfəlik. Artıq Məkkə onların nədir? Qərargah vətəni deyildi. Çünki oradan çıxmışlar, hicrət etmişlər. Və Allah Rəsulü sallallahu əleyhi və səlləm onlara orada 3 gündən artıq müqim olmağı izin vermir. Və o gündə onlar, həmən vaxtda da onlar namazı qısaldırlar. Yəni, niyə izin vermir? Çünki hətta hicrət savabını nədir? Öldürməsinlər. Yəni, muqim halına girməsinlər. Aydındır mı? Muqim halı nə deməkdir? Muqim halı dedi axı, özünə bir yeri qərar götürüb, vətən kimi götürən halına yaxındır. Əhkamlar eynidir. Aydın oldu mu? Və bunlar da hicrət eliflər Allah üçün. Allah üçün bu hicrət pozulmaması üçün. Allah Rəsulü sallallahu əleyhi və səlləm onlara 3 gündən artıq qalmağa izin vermədi. Yəni, əgər 3 gündən və yaxud 4 gündən artıq qalmış olsaydılar, nə olmuş olardılar? Muqim. Muqim də nədir? Artıq muqimin əhkamları davamlı, daimi qalanın əhkamı, hökmü kimidir. Buradan da o başa düşülür ki, deməli, müsafirin namazı qısaltma müddəti nə qədərdir? 4 gün. Və ya az. 3 gün, 4 gün. Bu da yenə bu hədisdən bu cür istinbat edir. İbn Həcər deyir ki, yastanbitu min zəlikə ənə iqamətə sələsə əyyəm lə təxrucu sahibuha ən hukmül müsafir. Buradan istinbat edilir ki, 3 günlük iqamə, 3 günlük bir yerdə iqamə, bir yerdə qalmaq, yəni insanı səfər hökmündən qaldırmır. Səfər hökmündən qaldırmır. Və həzəl qovl bit-təhdid fihi ihtiyat. Deyir ki, bu görüşdə ehtiyat var. İmam Əhməddən soruşulur. Limə ləm yəqsur mən zədə alə zəlik. Əy alə arbat əyyəm. Nəyə görə kim 4 gündən artıq qalırsa namazı qısaltmır? Niyə 5 gün qalan, 6 gün qalan namazı qısaltmır? Qalə liənnəhəm ixtələfu. Birincisi deyir ki, çünki ixtilaf edilib. Yəni, məsələdə ixtilaf edilib. Neçə gün məsələsində ixtilaf var. Fəyuxazu bil əhvat. Ona görə ən əhvat nədir? Ondan götürülür. Əhvat ən ehtiyatlı. Ən ehtiyatlı da nədir? Ən az müddət nə varid olubsa məsələdə, onu götür, orada qısalt. Oradan artıq qısaltma. Çünki ola bilər ki, yəni qısaldasan, halbuki sağa qısaltmaq icazəli deyil. Onda sənin namazın, ibadətin naqis olmuş olur axı. Elə deyilmi? 4 rəkət əvəzinə Allah üçün 4 rəkətli ibadət edib, ona qulluq etməyə əvəzinə sən gətirib 2 rəkət edibsən. Bu ehtiyata görə İmam Əhməd deyir ki, ehtiyatı götürmək yaxşıdır. Baxmayaraq ki, bu təhdid, yəni cümhurun dediyi məlum oldu. Dəlilləri bəlli oldu. Elə deyilmi? Baxmayaraq ki, buna da etirazlar olunub. Kimlər ki, yəni urfdan götürüblər. Deyiblər ki, bu təhdiddə də yəni bir işgəl var. Çünki Allah Rəsulü sallallahu əleyhi və səlləm bunu bəyan etməyib. Yəni gün təyin etməyib. Baxmayaraq ki, deyirlər məsələ, bəzi şəri əhkamlarda gün təyin edilib. Məsələsində gün təyin edilib. Müsafirin neçə gün təyin edilib. Sonra məsələ oruc məsələsində günlər təyin edilib. Kəffarə məsələlərində günlər təyin edilib. Sonra heyz məsələsində günlər təyin edilib. Və s. bir çox məsələlərdə deyirlər günlər təyin edilib. Baxmayaraq ki, o məsələlər
daha böyük ehtiyac, yəni ehtiyac baxımından daha aşağı deyil bu məsələdə olan ehtiyaca. Çünki hər dəfə səfər olunur, misafirlər hər zaman var. Buna baxmayaraq Allah Rəsulü sallallahu bu ehtiyacın böyük olduğuna baxmayaraq. Özünüz görürsünüz, hər zaman ehtiyac var buna, elə deyilmi? Hər dəfə soruşulur, mən gedirəm filan yerə. Mən nə qədər namazı, neçə gün namazı qısalda bilərəm? Yəni bu ehtiyaca baxmayaraq Allah Rəsulü sallallahu təyin etməməsi, təyin etməməsi gün təyini deyirlər, ona dəlildir ki, gün təyin etmək məsələdə dəqiq deyil. Məsələdə dəqiq deyil, qaytarmalıyıq deyirlər. Nədir? Hara? Urfa. Və bu da ikinci görüşdür. İkinci görüş odur ki, məsələdə gün təyini yoxdur. Bu da Şeyxülislam İbn Teymiyyanın görüşüdür. Birinci məsafə təyinində dediyi kimi, orada da İbn Teymiyyə deyirdi ki, müəyyən məsafə təyin edilmək doğru deyil. Nədir doğru olan? Urfdur. Burada da deyir ki, yenə urfdur. Yəni, urf insanların urfunda, insanların adətində əgər bir insan bir yerdə, məsələ, 10 gün qalanda müsafirdirsə, müsafirdir. Yox, müsafir deyilsə, müsafir deyil. Və növbəti görüşdə İbn Teymiyyə deyir ki, çünki yəni, necə ki, səfər məsələsində hökm musammə, adlanmaya buraxılıb. Səfərə buraxılıb, səfər məsələsinin özünə məsələ urfi məsələdir. Başqa görüş də var, üçüncü görüşdə. O da deyirlər ki, 10 gündür. Bəzi sələf alimlərindən gətirilib bu. 10 gündür səfər müddəti. Yəni, sən 10 gün qalanda müsafirsən, ondan artıq isə müsafirdirsən. Bu hədisin, Ənəsdən gələn hədisin zahirinə götürüblər. Hənəfi məzhəbinə görə isə 15 gündür. Sən bir yerdə 15 gün qalmağa niyyət edirsənsə, qalırsansa, nədir? 15 gün və daha az. 15, 14, deyəcəm. Sən nədir? İkinci görüşün dəlini dedim, üçüncü görüşün. O da nədir? Ənəsin hədisi. Lakin Ənəsin hədisini İmam Əhmədin necə başa düşdüyünü onda qeyd etdim. Yəni, bunlar həmin 10 günü bütün götürüblər. Məkkə olan. Amma İmam Əhməd nə dedi? Dedi ki, orada biz Məkkədən çıxdığı günləri ayrı-ayrılıqda baxırıq. Minada qaldığı günü, başqa yerdə Arafada qaldığı günü bu kimi. Və bu daha doğrudur. Sonra Hənəfilərin deməsi ki, 15 gün, bu da Abdullah İbn Ömərdən və İbn Abbasdan rəvayət gəlib, deyilib ki, deyiblər ki, onlar İzə qadimtə bəldətən və əntə musafirun və fi nəfsikə ən tuqimə 15 yevmən əkmil sala bihə və in kuntə lə tədri mətə fəqsirhə. Yəni, deyir ki, əgər sən bir yerdə, bir ölkədə olduğun zaman 15 gün orada qalacağını bilirsənsə, o zaman nədir? Orada namazı 15 gündən artıq qalacağını bilirsənsə, kamil qıl. 15 gündən artıq qalacağını bilirsənsə, kamil qıl. Amma yox, bilmirsənsə, o zaman qısald. Yəni, əsasən səhabələrin bu rivayətinə əsaslanıblar, 15 gün deyənlər. 15 gündən artıq, yəni Abdullah İbn Abbasdan İbn Ömərin sözüdür bu. Lakin burada ən aşağı hədd təyini yoxdur ki. Demiblər ki, ondan aşağı olsa müsafir deyilsən. 15 gündən artıq qalacağını bilirsənsə deyib, nədir? Burada namazı tam qıl. Yəni, mənası nədir? 15 gündən az qalsan, onda müsafir kimi qal. Və sonra bu məsələlər ümumən ictihadi məsələlərdir. Məsələlər nədir? İctihadidir. Yəni, elm əhli dəlillərə nəzər yetirərək hərəsi dəlillərə əsasən, yəni bu qənaətə gəlirlər və ona görə də əgər kim cümhur elm əhlinin rəyinə əsaslansa, götürsə və 4 gün ondan daha az qalıb orada səfər qılsa, deməli bunun əməlin sələfi var. Eləcə də kim məsələ urfa qaytarsa, nədir? Bunun da sələfi var. Əslində məsələ
tutaq ki, gün etibarilə bəzən urfla, yəni ziddiyyət təşkil etmir. Ziddiyyət təşkil etmir. Xüsusən də məsələ, əgər 3 gün, 4 gün olanda, məsələn, misafir olması məsələsi. Bəzən tutaq ki, adam deyir ki, yaxınım deyir, gəlir, 2 gün, 3 gün qalacaq, sən deyir, qonaqsan bizdə. Məsələ, onu yəni misafir kimi sayır. Bəzən də deyirlər ki, məsələ, urfda insanlar, sən nə qonaqsan ki, sən qonaq deyilsən. Sən, məsələ, qaldığı müddətə baxaraq. Gəlir, məsələ, uzaqdan gəlir adam, həftələrlə qalır, bir həftə, 10 gün məsələ, deyirlər ki, sən yəni, qonaq sayılmırsan. Və hər bir halda dedik ki, əgər insanın bir yerdə qalmaq, cümhur elm əhlinin görüşü budur, 4 gün və daha artıq, 4 gün daha az qalırsa, onda orada müsafirdir. Amma bilmirsə, yaxşı bilmir. Biz dedik, biz nədən danışdıq indi? Harada təyin edibsən, niyyət edibsən orada qalmağa. 3 gün, 4 gün. Və 5 gün daha artıq qalmağa da niyyət edibsən. Bunu da bilirsənsə, onda nədir? Onda da müsafir deyilsən. Aydındır mı? Onda da səfər deyilsən. Bilet almışsan, gedirsən Kitaya, Kitayda 6 gün qalacaqsan. 6 gündən sonra qaydacaqsan, dönəcəksən. Sən tam qılırsan orada. Artıq sən düşən bir gündən etibarən artıq tam qılırsan. Çünki sən muqimsən, yəni sən artıq 6 günlük sən planlamısan, sən ola bilər otelini, sən yemək içməyini, sən artıq gediş-gəliş günlərini təyin edib, sən tam yerli bir insan hökmündəsən. Aydındır mı? Bu müddətini sən təyin edirsən, bilirsən. Yaxşı, amma sən gəldin bir ölkəyə və bilmirsən, nə qədər qalacağını əvvəldən təyin etməmisən. Sadəcə səni ora aparan müəyyən bir işdir. O işini bitirəndən sonra həmən dönmək niyyətindəsən. Bax, bu da mühümdür. O işini bitirəndən sonra dönmək niyyətindəsən. Və fərqi yoxdur o işin nədir? Ticarətdir, evlilikdir, iş, gücdür, fərqi yoxdur, oxumaqdır. Və yaxud bir sənət verib sənət almaqdır. Sən getmirsən ki, o işi həll edib dönəsən. Amma o işin həll müddəti sənə bəlli deyil. Bir saata da bitə bilər, bir günə də, 3 günə də, 10 günə də. Belə olan halda ta dönənə qədər müsafirsən. Aydın oldu mu? Ta dönənə qədər sən müsafirsən, namazları qısaldırsan. Və bu hədislərdə, indi deyəcəm hədislərdə buna işarədir. İbn Abbas radiyallahu anh qal, qamən nəbiyyə sallallahu aleyhi ve sellem yevmən yaqsuru. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem 19 gün qaldı və qısaltdı. Bir Məkkədə, ləfsdə gəlib ki, Məkkədə 19 gün qaldı, qısaltdı. Abu Davud rivayətində gəlib ki, 17 gün. Başqa rivayətdə 15 gün. İmran İbn Hüseyndən gəlib 18 gün. Və Cabirdən gəlib ki, aqama bi Tabuk 20 yevmən yaqsuru salə. Tabuk, yəni Peyğəmbər sallallahu Rumlulara qarşı döyüşə çıxır. Təbuk səfəri deyilir, Təbuk döyüşü deyilir. Və orada 20 gün qalır. 20 gün qalmanın səbəbi oydur ki, Allah Rəsulü gözləyirdi. Böyük bir ordudan çıxır. Lakin Allah ürəklərinə qorxu salır. Yəni, döyüşsüz məğlub olurlar, gəlmirlər. Və həmin müddətdə orada qalır və namazı qısaldır. Yəni, bu hədislər, bu rivayətlərin müxtəlifliyi, yəni, ən səhihi olan 19 gün qalmasıdır. 19 gün qalmasıdır. Digər günləri 17 gün deyilən giriş-çıxış günlərini hesablamadan yenə nədir? 19 günə qaytarırlar, hesab edirlər. Və bəzi rivayətlərdə, bu eşitdiyiniz bəzi rivayətlərdə nədir? Səhih deyil. Bu hədislər onu göstərir ki, əgər sən bir yerə gedəndə məqsəd, yəni oradan təyin etməyəndə qalacağın günləri sən namazı qısaldırsan. Allah Rəsulü sallallahu aleyhi ve sellem bu səfərlərində, Təbuk səfərində, Məkkənin fəthi günü, məsələn, Məkkənin fəthi günündə Peyğəmbər 19 gün qaldı. Həmçinin Təbuk səfərində Allah Rəsulü bilirdi mi orada neçə gün qalacağını? Təyin etmişdi mi neçə gün qalacağını? Yox. Çıxmışdı, işlərini həll etməyə müddətincə qaldı orada. Oradakı qaldığı günlər, yəni
işlərinə görə idi. Nə zaman işlərini bitirəcəkdisə, o zaman dönəcəkdi. Amma nə zaman o iş bitəcəyini bilmirdi. Məkkənin fəthi məsələsi balaca məsələ deyil. Nə zaman o bitəcək? Bir gündəmi, 5 gündəmi, bir aydamı? Bəlli deyildi. Təbuk səfəri bəlli deyildi. Ona görə orada bəlli olmadığına görə Allah Rəsulü sallallahu əleyhi və səlləm o həmin günlərdə nədir? Həmin günlərdə namazları qısaltmışdı. Və həmçinin Abdullah ibn Ömərdən rəvayət olunan ki, Azərbaycanda 6 ay müddətində qalmışdı. Bu nəyə yozulur? Həmin bu məqsədə Abdullah ibn Ömər nədir? Bilmirdi. Nə zaman gəlib ki, məsələn, qar tutmuşdu yolları və s. çıxa bilmədiyinə görə namazı nədir? Qısaldırdı. Çünki hər an çıxmaq şeyində idi, niyyətində idi. Və sən eləcə də bir ölkədə çıxmaq niyyətindəsənsə, lakin sənə mane olan müəyyən səbəblərdirsə, sən artıq qalmağa niyyət etmirsən. Sən hər zaman gözləyirsən ki, işini bitirib sən çıxasan. Lakin bu uzana bilər. Nə qədər uzansa da, sən orada artıq nədir? Orada səfər namazı qılırsan, namazları qısaldırsan. Və bu qədər yetərlidir. Düzünü Allah bilir. Subhanakallahumma və bihamdik. Əşhədu en la ilahe illa ente estağfiruke və etûbü ileyk. Allahummə salli və sallim və barik alə abdika və rasulika nəbiyyina Muhammed.